2x kvadratı minus 3x minus 2. Vuruqlara ayırma metodu ilə bunu, bax, çarpaz vuruqlara ayırma metodundan indiyə qədər nə qədər sual yazdıq. 2x kvadratını da 2-ni də elə vuruqlarına ayıraq ki, 2x kvadratını məsələn ayırdıq xx. Bunlar vuranda 2x kvadratı eləsin. Bunu da elə vuruqlarına ayırmalıyıq ki, həm hasil mənfi 2 eləsin, həm də çarpaz vurub toplayanda ortadakını versin bizə. Yəni, bu nə ola bilər? 1, 2, amma hansısa biri mənfi. Tutaq ki, bu mənfidir, bu müsbət. Və ya müsbət 1, mənfi 2 və ya 2, 1 bu formada, 2, mənfi 1. İndi bunlardan hansı bizə sərf edir? Ona baxaq. 4, mənfi 1. Toplayanda mənfi 3 elədi. Müsbət 3 elədi. Bu bizə lazım deyil. Mənfi 4, müsbət 1, mənfi 3'ü verir. Demək ki, bizə lazım olan budur. İndi buranı silirəm. Mənfi müsbət 1, mənfi 2. Çarpaz vuranda bax nə eləyir? Mənfi 4x, müsbət x elədi mənfi 3x. Ona görə burada da dayanırıq. Bizə lazım olan budur. İndi nə edirik? 2x qarşısında duran müsbət 1, x qarşısında duran mənfi 2. Belə də saxlayırıq. Bax, bu olur bizim vuruqlara ayrılmış forması.